İki dünya nəhəngi gərginliyə son qoyur, Trump tarixi görüşə hazırlaşır. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump apreldə Çin lideri Xi Jinping ilə görüşə bilər. Trump Çinlə razılığa gəlməyə fokuslandığından artıq gələn ayın əvvəlində Pekinə səfər edə bilər. Eyni zamanda hər iki ölkənin lideri diplomatik uğur kimi təqdim etmək üçün qarşı tərəfin səfər etməsini istədilər. Bununla belə ilkin müzakirələr məhz Amerikalı siyasətçinin Çinə səfəri ilə bağlı olub. Müzakirələrin nə qədər irəlilədiyi, hansı mərhələdə olduğu hələlik məlum deyil. Həmçinin Trump'ın Xi Jinping'in onun Floridadakı Mar-a-Lago malikanəsinə gəlməsini istədiyi də iddia edilir.